harda keçirməyi düşünürsünüz və büdcə ayırmısınız bununla bağlı? Heç nə büdcə, bacı. Hansı büdcədən danışırsınız? Güclə sigaretimizi, çörəyimizi alırıq. Vallahi. Düşünürsünüz və Adamından sordun. büdcə ayırmısınız bununla bağlı? Xeyr. Biz Naxçıvanlıyıq, qonaq gəlmişik. Bura gedəcəyik. Yeni ili Naxçıvanda. Büdcə elə-belə. Güncül varı. Yoxdur büdcə. Qış tətilini Cəbrayılə gedəcəyəm. Dövlət ayırıb. Pensiyamdan ayırıb da. Rayonda. Burada, Bakıda. Tahmini ortalama 600-700 manat civarı. Ayırmışıq büdcə. 150 manat ayırmışam, gedirəm rayona toya. Xeyr. Aləmlə keçirmək istəyərdim, amma ayırmamışam. Qış tətilim Bakıda. Elə ayırmamışam, amma olur da büdcədir. Rayonlarda. Evdə. Yox, onu Allah kərimdir. Qış tətilini yəqin ki Sumqayıtda ya da rayonda. Heç yerdə keçirtməyəcəm, öz evimdə keçirdəcəm. Mənə evdə daha rahatdır. Çünki yaşıma da uyğun olaraq mənim ora-bura getməyimin mənası yoxdur. Tətilə vaxtımız var, rəhmətli nəvəs.